Salam, hər vaxtınız xeyir olsun müəllimlər. Bildiyiniz kimi, fən müəllimləri üçün çərçivə sənədi yeniləndi və biz bu gün sizlərlə bərabər kurikulum hissəsində, yəni metodikada baş verən dəyişikliklərə baxacağıq. Müəllimlər, ilk hissəyə diqqət eləsək, yəni görürük ki, metodiki səriştəlilik bölməsində demək olar ki, əvvəlki mövzuları çıxardıblar. Nə təhsil qanunu yoxdur, nə pedaqoji tələblər yoxdur, nə hüquq vəzifə yoxdur. Yəni oradan bizə saxladıqları inteqrasiya mövzusudur və biz də bilirik ki, inteqrasiya mövzusu hər il olduğu kimi imtahana düşür və son illərdə daha da mürəkkəbləşdirilmiş şəkildə imtahana salırlar. Və burada bəzi məsələn dəyişikliklər ediblər. Tutaq ki, səriştə əsaslı Norman dərin bilik səviyyəsi nəzəriyyəsi əlavə olunubdur. Bundan əlavə, yəni dəyişikliklər çoxdur. Mənim sizə izah eləyəcəyim mövzu başqadır, sadəcə qısa göstərmək istəyirəm. Məsələn, burada SWOT analizidir, bu da bizim üçün yenidir. Sonra burada məsəl üçün təlimdə rəqəmsal vasitələr sırasında Canva-nın adıdır, ChatGPT-nin adıdır. Bunlar qeyd olunubdur və s. Mənim isə bugün müəllimlər sizə izah eləyəcəyim, yəni yeni hissələrdən, yeni mövzulardan biri sosial-emosional öyrənmədə CASEL modeli olacaq ki, bu model necə tətbiq olunur? Bu model bizim bundan öncə kurikulumda keçdiyimiz hansı mövzu ilə oxşarlıq, yaxınlıq təşkil edir? Çərçivə sənədi ilə özünüz də yaxından tanış ola bilərsiniz. Yəni bu hissə haqqında çox danışmaq istəmirəm, çünki onsuz da özünüz də baxanda hansı mövzular çıxarılıb, hansı mövzular əlavə olunubdur. Yəni yeni mövzuları baxanda zaten seçmək olur. Ona görə də vaxt itirmədən keçək yeni mövzunun izahına. Deməli, müəllimlər, sosial öyrənmə modeli, yəni bircə dəqiqə, sosial-emosional öyrənmə, yəni CASEL modeli. İndi ümid eləyirəm ki, mən bunu düzgün tələffüz eləyirəm. Əgər səhv tələffüz eləmişəmsə də üzrlü hesab eləyərsiniz. Bilirsiniz ki, bunlar abreviaturadır və daha çox xaricilərdə istifadə olunan adlardır ki, bizlərdə də kurikulum üsulu ilə tərcümə olunmuş şəkildə tətbiq olunur. Əvvəlcə gəlin müəllimlər bu modelin nə olduğuna baxaq. Yəni niyə görə biz bundan istifadə eləyəcəyik? Ümumiyyətlə bunun bizim üçün əhəmiyyəti nə olacaq? Mən çalışmışam ki, bunu sadə dildə sizlər üçün təqdim edeyim, yəni başa düşülən şəkildə olsun və sonda da nümunələr təqdim eləmişəm. CASEL nədir? Yəni bu model nədir? Burada ingilis dilində görürsünüz mənaları yazılıbdır. Deyir sözün qısaltmasıdır, yəni abreviaturasıdır. İndi gəlin bunun bizim dildə açıqlamasına baxaq. Akademik, sosial, emosional öyrənmə üzrə əməkdaşlıq təşkilatı. Bu bizi nəyə aparır müəllimlər? Daniel Golemanın sosial-emosional intellekt nəzəriyyəsinə. Bəli, müəllimlər, əslində Daniel Golemanın sosial-emosional intellekt nəzəriyyəsi ilə yaxınlıq təşkil edir bu dərs. Çünki özünüz də görəcəksiniz, burada məsələn qeyd olunub özünü dərk, özünü idarə etmə, sosial şuur, münasibət, məsuliyyətli qərar vermə. Sanki o nəzəriyyə ümumi nəzəriyyə kimi yazılıb, bu CASEL metodu da həmin nəzəriyyəni praktiki şəkildə dərsdə tətbiq eləyəcək. İndi gəlin bir-bir baxaq. Deməli, bu model nə oldu? Akademik, sosial, emosional öyrənmə üzrə əməkdaşlıq təşkilatı. Yəni adı belə gedir və ilk dəfədə 1994-cü ildə ABŞ-da yaradılıbdır. Məqsədi nədir? Deyir, təkcə uşaqlara dərs keçmək yox. Axı indi kurikulum üsulu yalnız dərs keçmə modeli deyil. Yəni yalnız biz uşaqlara nəzəri biliklər verə bilmərik. Bunun insan həyatındakı nə kimi rolu var, necə onu tətbiq eləyə bilərik? Bu məsələlər hal-hazırda kurikulumda ön plandadır. Və dərs demək üçün yox, insan olmağı, duyğularını idarə etməyi, duyğularımız, hisslərimiz, başqaları ilə sağlam münasibət necə qura bilərik? Yəni sosiallığın ön planda olduğu bir dövr olduğuna görə bizə yalnız bilik yox, biliklə bərabər onu necə tətbiq eləyəcək? Necə insanlarla ünsiyyət quracaq? Yəni bunun praktikası lazımdır. Və məqsəd uşaqların emosional, sosial bacarıqlarını inkişaf elətdirmək, müəllimlərə, yəni yalnız müəllimlər yox, həm də valideynlərə bu sahədə metodiki yanaşmalar vermək, təkcə biliyə cəlb eləmək yox, həm də deyir bunu yəni bir dəyər kimi təqdim eləməkdir.
Burada təhsilin məqsədini bildik, daha doğrusu təhsilin özünün nə olduğunu bildik. İndi gəlin bunun məqsədi haqqında danışaq. Deyir təkcə ağıllı yox, həm də empatik olmalıdırlar. Daniel Goleman da belə deyirdi. Deyirdi yalnız uşağın bilik səviyyəsinin yüksək olması və ya bizim bugünkü günündə akademik biliklərimizin yaxşı olmağı bu demək deyil ki, biz hara getsək yaxşı iş tapacağıq. Bununla bərabər, yəni ağıldan başqa, bilikdən başqa bizə empatiya, məsuliyyət, duyğusal baxımdan, yəni bunlar da lazımdır, sosial bacarıqlar da lazımdır ki, biz həyatda uğur qazana bilək. Yəni bu model bizə deyir ki, təkcə ağıl yox, həm də ürəyi inkişaf elətdirmək lazımdır. Ümid edirəm ki, bura qədər sizə qaranlıq bir məqam qalmadı. Gəlin indi 5 əsas səriştəsinə baxaq müəllimlər. Birinci özünü dərk etmə. Bu Daniel Golemanda da var idi. Özünü idarə etmə, sosial şüur, münasibət bacarıqları və məsuliyyətli qərar vermə. Bu bacarıqlar deyir yalnız sinifdə tədris olunmur. Yəni məktəb, ailə, icma mühitində də bu inkişaf elətdirilməlidir. Uşaq o demək deyil ki, yalnız məktəbdə sosial olsun, gəlib evdə sosial olmasın. Yalnız məktəbdə empatik olsun, gəlib evdə empatik olmasın. Dostları arasında empatik olmasın. Belə bir qərar yoxdur, belə bir nəticə yoxdur. Məktəbdə ümumiyyətlə olduğu bütün sosial ortamlarda uşaqda bu bacarıqlar inkişaf elətdirilməlidir. Deyir, yalnız fərdi bacarıqlar yox, həm şərait, mühit, dəyərlər, ədalətlilik prinsipi qorunmalıdır. Bəli, biz bayaqlarda dedik ki, bir tək məktəb mühitində yox, bu digər mühitlər çərçivəsində də keçərli olmalıdır. Yazdıqca buraları silək ki, oxunuşu sizin üçün asan da olsun. Və bu arada kimlər ki videonu izləyir və bu PDF-ni əldə edib yaxından tanış olmaq istəyirlər, WhatsApp nömrəsinə 050 449 96 48 nömrəsinə yazın. Mən PDF-ni sizlər üçün göndərim və ya YouTube-a da yəni PDF-ni əldə etmək istəyənlər yorum hissəsinə qeyd edə bilərsiniz. Gəldik müəllimlər 3-cü hissəyə, 5 bacarığa və bu bacarığı biz uşaqda necə inkişaf elətdirərik, ümumiyyətlə əlamətləri necə biləcək? Gəlin onlara baxaq misal üzərində. Birinci gəlir nə? Özünü tanıma. Özünü tanıma həmişə biz deyirdik ki, hisslərindən xəbərdar olmaqdır. Məsələn, uşaq deyir, bilir ki, o kimdir? Nədə güclüdür? Yəni güclü tərəfi nədir, zəif tərəfi nədir? Deyir, məsələn, mən əsəbləşdim. Sadəcə hissini ifadə eləyir. Yəni hissini tanıyır ki, ağladısa bilir ki, bu ağlamaq hissidir, əsəbləşdisə bilir əsəbləşmək hissidir, sevinirsə bilir sevinmək hissidir. Yalnız hissləri tanıma mövqeyindədir. Yəni onu idarə etməklə bağlı hələ bir şey yoxdur. Çünki idarə etmək hansı mərhələdədir? İkinci mərhələdə. Birinci mərhələdə yalnız və yalnız uşaq tanıyır. İkinci mərhələ özünü idarə etmədə artıq hərəkətə keçməlidir. Hissini, qorxusunu, stresini idarə etmək. Bəzən deyirlər ki, əsəbləşdiyiniz vaxtlarda birdən ona qədər başlayın saymağa. Bu nədir? Bunun özü elə bir idarə etmə üsuludur da və bəzən birdən ona qədər sayanda həqiqətən də insan əsəbləşibdirsə, o əsəbi biraz aşağı düşə bilir. Yəni idarə etmədə hərəkətə keçmək lazımdır. Gəldik 3-cü mərhələ, sosial tanıma mərhələsi. Sosial tanıma mərhələsi müəllimlər. Bu elə empatiyadır. Bizim bildiyimiz empatiya. Daniel Golemanda da var idi. Başqalarının hisslərini başa düşmək. Deyir ki, dostu kədərlənibsə bunu hiss edir. Məsələn, üzünə baxanda görür ki, dostu kədərlidir. Və ya müəllim baxır ki, hər zaman qrupa şən, deyib gülən formada gələn uşaq bu gün nəsə bir keyf gəlibdir. Müəllimin də bunu hiss etməsi empatik bacarığının güclü olmasından xəbər verir. Həmçinin Howard Gardner də şəxslərarası intellektin yaxşı olduğundan xəbər verir. 4-cü mərhələ münasibətlərin, daha doğrusu münasibət bacarıqlarıdır. Münasibət bacarıqları isə müəllimlər artıq dostluq, əməkdaşlıq, empatiya, ünsiyyət, yəni birlikdə deyir yaşamağı öyrənməkdir. Elə bir sosial tanımada başqalarının yalnız hissləri tanımaqdır. Amma münasibət bacarıqlarında artıq bunu biz kənarda göstərə bilirik ki, məsələn, necə əməkdaş ola bilirik, yəni uşaqlar arasında. Onlar necə əməkdaşlıq qururlar, qrup işlərində necə fəaliyyət göstərirlər. Məsuliyyətli qərar vermə. Məsuliyyətli qərar vermə də müəllimlər adından da bəlli olduğu kimi verilən qərarların məsuliyyətini hiss etmək, onunla bağlı. Məsələn, deyir ki, hərəkət etməzdən əvvəl düşünün. Bu doğrudur. Mənə və başqasına bu necə təsir edə bilər? Yəni aldığımız qərarın doğru olub olmadığını özümüz məsuliyyətini hiss eləyirik. Məsələn, uşaq ali məktəbə hazırlaşır və hansı ixtisası seçəcəyini müəyyən eləyir. Həmin ixtisasla bağlı çətinlikləri də başa düşür ki, məsələn, Dillər Universitetinə daxil olsa, onun üçün hansı çətinliklər gözləyir onu. Yəni məsuliyyət və qərar vermə məsələsinin özündə olduğunu başa düşmək. Hələ ki, burada qısa şəkildə tanıtım etdik. Burada da qeyd eləmişik ki, biz bunu qızıl beşlik adlandırırıq.
Və dördüncü hissə kurikulum və metodika baxımından biz bu 5 qızıl mərhələni necə tətbiq edə bilərik? Deyir ki, dərslərdə sadəcə bilik yox, emosional öyrənmədə planlaşdırılmalıdır. Bəli. Məsələn deyir, dostluq mövzusunda uşaqlara sadəcə dost nədir demək olmaz. Yəni dost kimi necə davranmaq lazım olduğunu biz onlara praktiki şəkildə də başa salmalıyıq. Bu gün bizim mövzumuz ədəbiyyatdan dostluqdur. Mən getdim dostluq haqqında uşaqlara ümumi danışdım. Başqa heç nə. Yəni nə bir həyatla əlaqələndirdim, nə bir praktiki uşaqlara bir nümunə təqdim elədim. Heç nə yoxdur. Sadəcə mövzu kimi danışdıq. Bu məsələlər hamısı qaldı ənənəvi təhsildə. Və bu Castle metodu da bizə demək istəyir ki, yalnız bilik vasitəsilə yox, həm də bunu, yəni empatiya, emosional baxımdan uşaqlara çatdırmaq lazımdır. Uşaqların deyir hisslərini ifadə eləməsinə, empatiya göstərməsinə, komanda işinə şərait yaratmalıdır ki, dərs müddətində, yəni əsas məqsəd bunu tətbiq etməkdir. Deyir ki, məsələn, uşaqlara paylaşmaq mövzusunda bir dərs keçirik. Əvvəlcə biz oyuncaqları deyir uşaqlara paylayırsan, sonra kimsə orada paylaşmaq istəmir. Bu zaman bu yanaşma ortaya çıxır. Və müəllim bu zaman dərsi dayandırıb uşaqdan soruşur ki, sən niyə görə paylaşmaq istəmədin? Yəni niyə görə oyuncağını ona vermədin? Əgər bəs onun yerində sən olsaydın, sən paylaşmaq istəməsəydin, onda sən özünü necə hiss eləyərdin? Yəni uşaq deyir burada sadəcə paylaşmağı yox, paylaşmağın hissini, mənasını başa düşməlidir. Hisslər hamısı sosial-emosional inkişaf sahəsində ümumilikdə. Və deyir bu metod belə bir mesaj verir ki, bilik baş üçün, duyğularda ürək üçündür. Sanki baş plus ürək. Bunlar ikisi bir arada olanda bu metod birlikdə tətbiq olunur. Məsələn, gəlin birinci mərhələ özünü tanıma mərhələsinə baxaq. Nümunə üzərinə baxaq ki, mən kiməm və nə hiss edirəm? Mən kiməm və nə hiss edirəm də görürsüz hisslər var. Birinci mərhələ özünü tanımaydı axı. Yəni uşaq öz hisslərini deyir. Burada məqsəd nədir? Öz hissləri, emosiyalarını adlandıra bilmək. Özünün güclü, zəif tərəflərini görmək, özünə inam hissini formalaşdırmaq. Məsələn, müəllim uşağa deyir, sən indi özünü necə hiss edirsən? O da qayıdıb deyir ki, mən özüm sevincliyəm. Çünki dostumla oynadım. Yəni sevinç hissini bilir ki, dostu ilə oynayanda sevincli oldu. Kədərləndi. Kədərlənmək hissini də bilir, fərqindədir ki, oyuncaqları qırıldığı üçün kədərləndi. Yəni sadəcə burada bilir, tanıyır, adlandırır. Görürsüz, hələ idarə etmə mərhələsi yoxdur. Gəldi ikinci mərhələ. İkinci mərhələ isə özünü idarə etməlidir. Artıq burada bəli, hərəkətə keçməlidir. Hissini idarə etməlidir. Nəyisə azaltmalıdır, nəyisə artırmalıdır. Hiss etdiyim şeyi nəzarətdə saxlaya bilərəmmi? Sanki çərçivəyə salmaq bir şeyi. Burada deyir, uşaq artıq tanıdığı hissləri idarə eləyəcək. Yəni emosional tanımaqdan da bir addım irəlidir. Əvvəlcə sadəcə bir addım yalnız tanımaq etsə, indi artıq ikinci addıma keçir. Məqsəd nədir? Əsəb, qorxu, həyəcan, məyusluğu idarə etmək. Diqqət və davranışı deyir burada nəzarətdə saxlamaq lazımdır. Gəlin misallar üzərində baxaq. Sakitləşmək üçün deyir nələrsə həyata keçirə bilər. Deyir əgər sən əsəbləşirsən, nə edərsən? Dərin deyir nəfəs alaram, sonra sakit danışaram. Birdən 10-a qədər sayaram, sonra sakit danışaram. Bunlar hamısı nədir? Artıq mənim nəsə bir hərəkətə keçməyimdir. Və bəzən olur ki, müəllimlər bu mərhələləri bir-birinə qarışdırır. Ona görə mən burada bu cür bir izah vermişəm ki, müəllimlər özünü tanımaqla özünü idarə etməni biri-birindən nəyinə görə fərqləndirək? Mən deyir, yalnız kədərlənmişəm. Burada isə deyir, mən kədərləndim. Sonra kədərlənəndən sonra, məsələn, hansısa bir metodlar, nələrsə elədim, başladım sakitləşməyə. Yalnız kədərli olmağım, kədər hissini tanıdığımdan, kədərlənəndən sonra necə eləyim ki, sakitləşim, onun da yolunu bildim, tətbiq elədimsə, bu da özünü idarə etməkdir. Yəni, hissini tanımaq, adlandırmaq, özünü tanımaq, hissini idarə etmək və sakit qalmaq özünü idarə etmədir. Mən nə hiss edirəm? İkinci mərhələdə bu hisslər necə davrana bilərəm, yəni onu necə idarə eləyə bilərəm. Əlavə olaraq birinci mərhələyə aid özünü tanıma və özünü idarə etməyə aid əlavə də nümunə vermişik. Məsələn, özünü tanımada deyir hisslər termometri. Müəyyən smayliklər qoya bilərsiniz qrup otaqlarında. Əsasən aşağı yaş qruplarında birinci, ikinci siniflərdə belə şeylərdən istifadə etmək, məsələn, ibtidai sinif müəllimləri istifadə edə bilər. Smayliklər qoyursunuz. Baxın, burada da nümunə vermişik. Uşaq gələndə həmin smayliklərdən birini götürməlidir. Bugünkü əhvalının necə olduğunu bizə deməlidir. Məsələn, deyir ki, burada müxtəlif smayliklər götürmək olar. Üzgün smayliki, şən smayliki. Müəllim də soruşur ki, sən niyə belə hiss eləyirsən? Özünü idarə etmədə isə
Yəni necə sakit qala bilər, necə idarə eləyə bilər özünü? Bunu da sakitləşmə bucağı formasında eləyə bilərik. Müəllim uşaqlara deyə bilər: "Rəsm çək, sakitləş." Yəni müxtəlif üsullar təqdim eləyə bilər. 1 dəqiqə gözlərini yum. Yəni bu üsulla sakitləşə bilərsən. Say, sakitləş, dərindən nəfəs al və s. Yəni bunlar hamısı, bunları həyata keçirməklə də bir fəaliyyəti icra edirsə də, bu da uşağın özünü idarə etməsidir. Gəldik növbəti mərhələyə. Yox, hələ növbəti 3-cü hissəyə keçməmişdən əvvəl yenə nümunələrimiz var burada. Özünü tanımada, hisslər kartı. Aha, gülmək, qorxmaq, əsəbləşmək, kədərlənmək, sevinç hissinin, qorxu hissinin nə olduğunu bilmək, fərqində olmaq. Bu özünü tanımadır. Digər özünü tanımaya aid nümunə deyir, özünün güclü, zəif tərəflərini tanıyır. Deyir, mənim super gücüm. Yəni uşaq bilir ki, mən nədə yaxşıyam? Məsələn, qaçışda yaxşıyam. Ola bilsin ki, başqa hansısa bir fəaliyyət, tullanmada yaxşı deyil. Amma qaçışda yaxşı olduğunu bilir. Yəni özündə hansı müsbət, hansı mənfi cəhətlərin olduğunu bilir. Özünü idarə etmədə isə nəfəs al, sakitləş. Bayaqları dediyimiz kimi nəsə bir fəaliyyət icra eləməlidir ki, həmin o əsəbini, davranışını idarə eləyə bilsin. Özünü idarə etmədə stres və həyəcanı məsələn azaltmaq üçün deyir üsullardan istifadə eləmək olar. Uşaqlara təklif eləmək olar. Duyğu rəngi deyir lövhədə rənglər verilir. Mavi məsəl üçün sakitlik rəngidir, qırmızı əsəbilik rəngidir, sarı narahatlıq. İndi deyir hansı rəngdəyəm deyib rəngi seçir, sonra da sakitləşmə üsulunu başlayır tətbiq eləməyə. 3-cü mərhələ gəldik sosial tanıma. Bu nədir müəllimlər? Biz dedik empatiyadır, başqalarının hissləridir, fikirləridir, baxışlarıdır. Bunları başa düşmək, anlamaqdır. Yəni uşaq deyir özü kimi digərlərinin də hiss etdiyini başa düşür. Məqsəd nədir empatiya? Başqasının fikrinə hörmət etmək və fərqlilikləri qəbul etməkdir. Məsələn, Əli dostuna kömək elədi, çünki o yıxılmışdı. Sual verir: Əli niyə kömək elədi? Dostu o anda özünü necə hiss eləyirdi? Yəni onun hisslərini, qarşı tərəfin hisslərini başa düşməyə bizə kömək eləyir. Başqaları yəni deyir burada nə hiss eləyir, onu bilməkdir. 4-cü mərhələ münasibət bacarıqları isə müəllimlər. Başqaları ilə münasibət qurmaq, ünsiyyət saxlamaq, əməkdaşlıq etməkdir. Başqasını yalnız başa düşmək yox ha, onunla davranmaq, danışmaq. Yəni görürsüz bir pillə hər dəfə artır. Burada məqsəd nədir? Əməkdaşlıq, komanda işi, komanda ilə işləmək, paylaşmaq. Və mən düşündüm ki, 3-cü mərhələ ilə 4-cü mərhələni qarışdıran müəllimlərimiz olacaq. Ona görə bu hissədə də sizlərə bir fərq qeyd eləmişəm. Deməli 3-cü mərhələ sosial tanıma müəllimlər. Başqalarını başa düşməkdir, empatiya, o niyə kədərləndi. Amma 4-cü mərhələ münasibət bacarıqlarında başqaları ilə davranmaq, artıq davranış üsulu. Dostuma necə kömək eləyə bilərəm? Yəni 3-cü mərhələdə mən daxili empatiya anlama ilə bunu öyrənmiş oluram. 4-cü mərhələdə xarici əlaqə. Deməli 3 ilə 4-ü rahat fərqləndirməyin yolu. 3-cüdə daxili empatiya, 4-cüdə xarici əlaqə. 5-ci mərhələyə baxaq. 5-ci mərhələdə axı məsuliyyəti idi. Məsuliyyətli qərar vermək idi. Məsələn, deyir dostun sənin oyuncağını götürdü və qırdı. Bu zaman sən nə edərsən? Yəni bir qərar verməlisən. Ya deyəcək ki, acı söz deyərəm ona, ya sakitcə danışaram. Gələcəkdə diqqətli olması üçün yəni ona bu prosesi izah eləyərəm. Yəni nəsə bir qərar verir də. Uşaq burada söyləyir ki, mən həmin o situasiyada necə davranmış olaram. Və müəllimlər ən sonuncu mərhələyə bir də baxaq. Ümumiyyətlə bir nümunə ilə hamısına baxıb yekunlaşdıraq. Məsələn, özünü tanıma hissəsində deyək ki, öz hisslərini tanımaq idi axı nümunəmiz və deyir burada dostu ilə oynayanda nə hiss eləyirsən? Yəni dostunla oynadığın zaman nə hiss eləyirsən? Onu uşaqdan soruşa bilərik. Sevinclidirmi, kədərlidirmi? Təbii ki, dost deyirsə, yəqin ki, sevdiyi bir uşaqla oynayır, sevinclidir və ya istəmədiyi bir uşaqla onu oynamağa məcbur eləyəndə o zaman kədərli ola bilər. Uşaq sadəcə burada sevincli və ya kədərli olduğunu deyir. Özünü idarə etmə mərhələsi isə idarə etmək. Mübahisə eləyəndə deyir, dərindən nəfəs alır ki, məsələn, dostu ilə çox da dalaşmasın, çünki bilir ki, bu onun yaxın dostudur. Sakit qalmağa çalışır və s. Yəni nəyisə bir kontrol etməyə çalışmaq, çərçivəyə salmaq. Gəldik sosial tanıma. Sosial tanımağı dedik başqalarının hisslərini başa düşməkdir. Məsələn, soruşur, sənin üzündə mən kədər hiss elədim. Sən niyə görə kədərlisən? Və ya mən sənə necə kömək ola bilərəm? Münasibət bacarıqları isə biz dedik ki, bu xarici əlaqədir. Yəni, qruplar şəklində işləməkdir, əməkdaşlıq etməkdir. Bax, açar sözlərimiz budur. Məsuliyyətli qərar vermək isə düzgün qərar vermək. Məsələn, uşaqlar bir yerdə
qrup fəaliyyətində də qərar verə bilərlər bu məsələ ilə bağlı. Məsələn, bir layihə işi tutaq ki, hazırlayacaqlar. Onunla bağlı posterin üzərində hansı mesajı yazmaq lazımdır, oturub birlikdə bircə qərar vermiş olurlar. Belə müəllimlər, çalışdıq ki, çox, yəni ki, söz yığınağından ibarət olmasın, əsas yerləri sizlərə təqdim eləyək. Ümid edirəm ki, video sizlər üçün faydalı oldu. Videonu bəyənib, şərh yazmağı, yəni təklifləriniz varsa, təklif eləməyi unutmayın. Videonu paylaşa da bilərsiniz. Çalışdığım qədərilə digər dəyişiklikləri də bu cür videolar şəklində çəkib sizlərlə paylaşacağım.